Hicab, bilirsiniz də, hicabın şəri hökmləri var, səbəbləri var. Hicab örtünmə nə üçündür, ictimai cəhətdən nə üçündür? Hicabın irfani tərəfi bundan ibarətdir ki, hicab qadına zatən xas olan gizliliyin ifadəsidir. Qadın zatən fəzilət baxımından gizlidir kişiyə nisbətən. Qadın bütün fəzilətlərini üzə çıxarda bilmir. Həmişə pərdə arxasında qalır. Amma mən deyərdim ki, kişidən böyük bir missiya icra edir. Bilirsiniz niyə görə? Çünki qadının içində ixlas çox olur, fədakarlıq çox olur. Kişi üzdə görünən tərəfdir, hansısa bir işləri görür, əvəzini də alır cəmiyyət tərəfi. Amma fədakar qadınlar, analar, o dahi insanları tərbiyə edən, bəşəriyyətə xidmət edən insanları tərbiyə edən analar həmişə gizlidir, gözlərdən gizlidir. Onların fəziləti tanınmır.